Bugün axardaxili papiloma əməliyyatı edirik. Axardaxili papiloma süd bəzi axarlarının daxilində əmələ gələn bölmədir. Əslində xoş xəstəlidir, amma malignizasiya olmaq da ehtimalı var. Hər xəstəni bu diaqnozun əməliyyat etmirik. Amma bu pasiyentdə artıq istamlanmış ifrazat gəlir. Pasiyentin yaşı 40 yaş üzəridir. Süd bəzisi əməliyyata da etmişik və papiloma təsdiqlənib. Odur ki, saxlamağın mənası yoxdur və hətta təhlükəli ola bilər. Dərəcə ilə orqan saxlayıcı əməliyyat edəcək. Süd bəzinin tövlünə dəyilməyəcək, sadəcə axarlar təmizlənəcək. Düşünürəm ki, bununla da problem olmayacaq, amma mütləq provin göndəriləcək. Yəni, belə deyək də,